Hər vaxtınız xeyirli olsun. Xırdalanda mərkəzi yola yaxın, məktəbə yaxın 7 mərtəbəli binanın birinci mərtəbəsində 47 kvadratdan ibarət 2 otağa düzəlmə mənzil satışa çıxıbdır. Mənzilin hal-hazırda bir dəhlizidir. Müəyyən əşyalar evdə qalmaq şərti ilə, yəni alıcı ilə satış arası razılaşma yolu ilə müəyyən əşyalar da evdə qala bilər və texniki avadanlıqları da ev sahibi götürmək istəyir. Evin internet xətti var, yəni yaşayışlı evdir. Qeyd etdiyim kimi bura dəhlizi, evin girişidir. Bura mətbəx studiyadır. Belə deyək. Zal otaq və burada da mətbəx yığılıbdır. Paltaryan maşın, yəni mebellər göründüyü kimi var. Yəni bax bunlar texniki avadanlıqlar danışıq əsasında razılaşma yolu ilə evdə saxlanıla bilər. Bura balkonu. Bir daha zalını göstərim. Və burada isə yataq otağı. Bir daha qeyd edim, bir otaqdan 2 otağa düzəlmədir. 47 kvadratdan ibarətdir. Qiyməti də kvadratı 1000 manatdan, yəni qeydə alınıb deyilir. 47.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır. Burada isə hamam otağı, 2 metrlik kafelli.